Salam uşaqlar, bugün yeni testimizi devam edirik. Gəlin başlayaq. Так, фонетикада qaldı 140-cı sualda. Укажите слова с одинаковым количеством букв и звуков. Yəni deyir ki, hansı sözdə eyni, одинаковое количество bukv, yəni hərflər və səslər eynidir. Gəlin baxaq. Deməli, royalda baxsaq, bizdə 5 hərf məxki znak düşür ya da 2 səs verirsə yerinə durur. Deməli 5 və 5. Verblüd sözündə tak, necə varsa elədi. 7 və 7. Stansiyada bizdə 7 hərf və 8 səs var. 7 və 8. Tak, вечер bizdə 5 və 5 eynidir. Sentyabr. Tak, sentyabr 8 və məxki znak var deyə 7. Liniyada bizdə 5 və 6. Çünki ya 2 səs verir. Tak, peniye. Peniye 5 və y axırda 2 səs verir. Berik. Tak, 5 və 5. Vyuga 5 və 5. Çünki məxki znak düşür. Yuda 2 səs verir. Deməli eyni olur. Ensiklopediya. 12 hərf, 13 səs var. Axırda ya 2 səs verir. Tak, deməli bizdə eyni olan əlbəttə ki A variantıdır. 141-də укажите слово с одинаковым количеством букв и звуков. Burada da одинаковый deyir, yəni eyni. Gəlin baxaq. Так, умение. Так, умение deməli 6 və 7 avariya sözündə 6 və 7, ekskursiya sözündə tak, 9 və 10, tak, tülen sözündə bizdə 6, məxki znak var 5 düşür, 4 etapda 4 və 4. Deməli bizdə C variantı uyğun gəldi də. Yəni çünki eyni səs, 4 hərf, 4 səs var. Так, 142-də укажите слова с одинаковым количеством букв и звуков. Сейчас посмотрим. Так, соловей. Так, соловей bizdə 7 və 7. Karamel sözündə 8 və məxki znak düşür 7. Deməli A deyil. Delegasiyanı baxaq. Так, ya 9 və 10. Урожай sözündə. Так, 6 и 6. Деревья и неделя. Деревьяda 7 və 7. Nedelədə 6 və 6. Düzdür mü? Y variantı burada uyğun gəldi. Çünki B'də gəlin baxaq. Tülpan 7-də 8. Yox. Tülpanda 1, 2, 3, 4, 5, 6, 7 və məxki znak düşürdə burada 6 olmalıdır. 7 və 6. Так. Дальше зверьё-да. Так, зверьё у нас 6. Məxki znak падает, amma 7. Yo deməli bizdə 2 səs verir. Yakır sözündə 5 və 5. Geografiya sözündə də 9 və 10. Так, deməli bizdə Y variantı düzdür uşaqlar. 143-də укажите слова с одинаковым количеством букв и звуков. Deməli eyni. Так, чутье. Чутье bizdə 5 və 5. İstoriya. Так, история 7 və 8. Geroy sözündə 5 və 5. Vayatildə tak, 7 и 7-də eyni olan onda C variantı gəldi də bizdə. Amma bunları da baxaq. Воробей 7 и 7. Апрель у нас 6. Məxki znak падает 5. Так, instruksiya sözündə tak, 10 və 11. Yamada 3, səsdə 4 olur. Ya, çünki burada 2 səs verir. Площадь 7 və 6. Məxki znak çünki düşür.
Yablanya sözündə də 6 hərf, ya da 2 səs verir, 7. Deməli, C variantıdır. 144-də. В каких словах звуков меньше, чем bukv? Звуков меньше, yəni səs azdır hərfə baxanda. Gəlin baxaq. Deməli, osində 5 və 4, kalsoda bizdə 6 da 5, sıryo 5 və 5-də, düzdürmü? Məxki znak düşür, onun yerini tutur. Dəlşə люди 4 və 4. Deməli, bizdə onda 140-da 1 və 3. 1 və 3, bu da B variantına aiddir. Tak, 145-də. В каких словах звуков меньше? Burada da səs azdır hərfə baxanda. Так, салют 5 и 5. Сель 4 и 3. Платье у нас так 6 и 6. Пальцы 6. Məxki znak düşür 5. Deməli 145-də bizdə 3 və 4. 3 və 4. 3 və 4. Çünki burada azdır və burada da azdır. 3 və 4 onda так, E variantıdır. Дальше. 146. В каких словах звуков меньше? Səs azdır deyir. Burada da eynidir. Зверь у нас 5 и 4. Варенье у нас 7 и 7. Mальчик 7 və 6. Məxki znak orada düşür. Syomkada bizdə 6 və 6. Tak, deməli 1 və 2. Deməli, C variantıdır. 147-də gəlin baxaq. Bukv больше, чем звуков. Burada yazılıb. В каких словах bukv больше? Yəni, hərf səsə baxanda çox olmalıdır. Tak, герой sözündə 5 və 5. Model sözündə bizdə 6 və 5. Jüri 4 və 4 və борьба tak 6 и 5. Düzdürmü? Deməli, bizdə 3 və 4-dürsə A variantı seçirik. Так, в каких словах bukv больше, чем звуков? Bukv больше. Bir də deyir, hərf çoxdur səsə baxanda. Так, метель sözündə так, 6 və 5. Geni sözündə deməli 5 və 5. Так, люди 4 и 4. И просьба у нас 7 и 6. Deməli, 148-də bizdə onda D variantıdan uyğun gəlir də. 1 və 4. Дальше. В каких словах bukv больше, чем звуков? Burada da bukv больше olmalıdır. Hərf çox olan. Так, отель 5 və 4. Так, юбилей 6 и 7. Апрель 6 и 5. Деревня 7 и 7. Deməli, 149-da onda C variantı uyğundur, düzdürmü? 1 və 4. Так, 150-də. В каких словах bukv больше? Burada da hərf çox olan hansıdır? Так, dверь. Gəlin baxaq. 5. Так, bu da 4. Fevral sözündə 7. Məxki znak düşür 6. Biliyor sözündə 5 və 5. Juvelir sözündə də 6 və yu 2 səs verir. Tak, 7. A variantı uyğun gəlir. Dəlşə. В каких словах звуков больше? Burada da yazılıb ki, звуков больше. Burada bukv больше yazırsa, burada звуков больше deyir. Yəni, səs çox olmalıdır hərfə baxanda. Gəlin baxaq. Время 5 и 5. 5 и 5. 5 и 6. Так, пение у нас 5 и 6. Полет у нас 5 и 5. Düzdürmü? Звук во втором. Так, третий, 2 и 3.
C variantına da yani. Dальше. Tam görsədim. 152. В каких словах звуков больше, чем букв? Так, племя. Племя у нас 5 и 5. Так, 5 и 5. Решение sözünde bizde 7 ve 8. Станция sözünde станция 7 и 8, да, правильно? Так, правильно. Çünkü ya burada da iki ses verir də. Deməli, звуков больше deyirsə, deməli bizdə 2 və 4 A variantıdır. Дальше. В каких словах букв больше? İndi hərf çoxdur. Стихотворение ложь. Уже смотрим. Стихотворение, да? Так. 13 və deməli Y2 səs verir. Deməli 14. 13, 14 olur. Lojda 4, 3 olur. Kanki sözündə 6 hərf, məxki znak var 5 səs qalır. Читательdə də eyni 8 и məxki znak düşür 7. Так, bukov больше. Dальше C variantı bax uyğun gəlir buna. Çünki dərevə gəlin baxaq 7 və 7, tülen 6-da 5. Dальше варенье bizdə 7 и 7. Доверие. Так, 7 и 8. Печь 4 ve 3. Объявление 10 ve 11. Belə. Deməli, bizdə 153-də C variantı uyğundur. Devam edək. В каких словах букв больше? Hərf çoxdur səsə baxanda. Так, мальчик у нас 7. Мягкий знак var. Düşür. 6 olur. Учитель тоже 7 и 6. Наблюдение. Так. Наблюдение 10. Y var orada deməli. 2 səs verir. 10 və 11 səs var. Дочь 4, 3. Белье 5, 5. Олень. Так, у нас 5, 4. Печенье 7 и 6. Лечение. Так, лечение у нас 7, 8. Объяснение 10, 11'də. День 4 və 3 olur. Deməli, 150'də deyir ki, bukv больше deyirsə, deməli, мальчик və учитель. Правильно, A variantı. Мальчик və учитель. 155'də. В каких словах звуков меньше, чем букв? Звуков меньше deyir. Так, deməli, səs az olanı seçməliyik. Юрист. Так, юрист у нас 5 и 5. 5'də 5. Yanvarda 6 və 6. Məhki znak düşür, amma ya 2 səs verdiyinə görə tutur yerin. Tak, dальше. Gerbari sözündə. Tak, gerbari ilə necə varsa ilə qalır. 8, 8. Rujyo sözündə 5 və 5. Məhki znak düşür, amma yo 2 səs verir. Так, palto sözündə. Так, 6. Məhki znak düşür 5. Oktyabr sözündə. Так, октябрь 7 и 6. Правильно? 7 и 6. Deməli, 155'də звуков меньше olan, bax, bunlarda da Y variantı düşür. Burada ama bunlara da baxaq. Так, самолет 7 и 7. Ярмарка 7 и 8. Осень 5 və 4. Здание 6 и 7. Так. 156'da. В каких словах букв больше? Hərf çoxdur səsə baxanda. Так, тетрадь. Тетрадь 7 и 6. 7 məhki znak düşür. Çünki xadibada 6 məhki znak düşür 5. Tak, bunlar düz gəlir. A variantı.
Так, mальчик sözünü уже bilirik. 7 ve 6. İmя. Так, 3. Дальше конец у нас 5 и 5. Bayatı 5 и 6. Отель sözünde 5. Məhki znak var 4. Поезд 5 ve 6. Oktyabr 7 ve 6. Salut sözünde de 5 ve 5. Так, а варианты да 156-да, да? Правильно. Дальше. В каких словах bukv меньше? Hərf azdı. Gəlin baxaq. Подъем sözünde. Подъем так у нас 6 и 6. Площадь sözünde 7 и 6. Ящик sözünde 4. Veya 2 ses verir 5. Ювелир sözünde 6 ve 7. Çünkü 2 ses verir. Deməli bukv menьше deyəndə deməli bizdə C variantı onda uyğun gəlir də. Ящик, ювелир. Bunlara da baxaq. Aeroport 8 ve 8. Юноша 5 ve 6. Тесто 5 ve 5. Так, любовь sözü 6'da 5. İyul 4 ve 4. Məhki znak çürüyor 2 ses verir. И деревня 7 и 7. Так. Дальше. 158. В каких словах звуков меньше? Deyir ki ses azdı deyəndə. Так, biz hərfi çox, ses az olanları seçməliyik. Дальше. Собрание. Так, 8 и 9. Noyabr. Deməli 6 ve 6. Üzr istəyirəm, uşaqlar çöldə də. Dünya dağılır, uşaqların səsi götürüb. Tak, yumor. Yumor 4 ve 5. Так, обувь 5 ve 4. Etiket 6 и 6. Объект 6 ve 6. Платье bizdə 6 ve 6. Нейлон. Нейлон 6 и 6. Değişmir. Крепость 8 ve məhki znak düşürüyor. Так, 7. Кольцо da 6 ve 5. Deməli, zvukov menьше olan bax budur D variantıdır da 158'də. Так, 159'da в каких словах звуков меньше? Səs az olanı. Так, ружье у нас 5 и 5. Ayran, Юла 3 ve 4. Так, морковь у нас 7 и 6. Гавань 6 и 5. Улей 4 и 4. Молодость sözünde 9 hərif. Məhki znak düşür 8. Paltoda da 6 ve məhki znak düşür 5. Deməli bu variantı uyğun gəldi. Zadaniye sözündə gəlin baxaq. 7 ve 8. Yanvarda da 6 ve 6. Так, 160'da в каких словах звуков больше? Səs çoxdur hərfə baxanda. Изобретатель 12 ve 11. Zebrada 5 ve 5. İmperiya sözündə 7'də 8. Ковёрda 5 ve 5. Так, интервью 8 и 8. Здание 6 ve 7. Биография. Так, биография 9 и 10. Yolkada 4 ve 5. Deməli B variantı gəlir uyğun. Подъезд sözündə çünkü 7 и 7. Galereya sözündə də 7 ve 8. Deməli B variantıdır 160'da. 161'də в каких словах количество звуков и букв совпадает? Deyir ki, hansı sözdə, neçə sözdə deməli, həm səs, həm hərif
uyğun gəlir. Bax, məsələn, akademiya sözündə bizdə 8 və 9. Beryoza sözündə 6 və 6. Violonçel sözündə 10 və 9. Geni sözündə у нас 5 и 5. Bratya sözündə 6 и 6. Məhki znak düşür, ya da 2 səs verir. Так, вдвоем 6 və 7. Деревня sözündə də 7 və 7. Так. Deməli, bizdə 4 söz, eləmi? Береза, geni, bratya и деревня. Deməli, 4 söz düşürsə, bizdə C variantıdır. Так, в скольких словах звуков больше, чем букв? Звуков больше. Neçə sözdə deyir ki, hərf çoxdur. Səs çoxdur hərfə baxanda, üzr istəyirəm. Так, jüri sözündə bizdə 4 və 4. Воскресенье sözündə 11. Ягода sözündə 5 və 6. Друзья sözündə 6 və 6. Растение 8 и 9. И артист eynidir də 6 və 6. Deməli, в скольких словах звуков больше? Səs çox olanları seçməliyik də biz. Ягода, растение də bizdə. 2. D variantıdır. 163. Укажите слова с одинаковым количеством букв и звуков. Yəni, eyni olanlar. Həmi səs, həmi deməli, hərf. Sergi sözündə gəlin baxaq. Так. Sergi 6 и 5. Так. Sonra научный у нас 7 и 7. Покупка 7 и 7. Пестрая 7 и 8. И наследие 8 и 9. Так, 163 deməli C variantı uyğundur da. Yəni 2 və 3. Naучный və покупка. Belə uşaqlar, sağ olun, görüşərik.